Mən Seyzadə Firuzə, 17 yaşım var. Hər birinizi salamlayıram. Biraz heyecanlıyam, amma bu şirin heyecandır. Bu günlərim, deməli, mən kiçik bir stand-up hazırlamışam. Bəlkə də siz bundan indi stand-up deməyəsiniz. Deməli, başlayıram. Yaxşı. Alqış lazımdır. Deməli, bu günlərim nəslimizdən danışacağım. Nəslimizdən deyəndə əslində bu hamımızın nəsli sayılır, bizim uşaqlar Z nəslindən. Evdə çox fikirləşdim ki, Z nəsli nədir də? Yəni, niyə mənə bizə Z nəsli veriblər? Sonra araşdırdım, tapdım ki, zəhlə nəsli ona görə. Hər şeydə zəhləmiz gedir. Səhər tezdən durmaq zəhləmiz gedir. Dərs oxumaq, məktəbə getmək zəhləmiz gedir. Ona görə elə bizə yaxşı Z nəsli adı veriblər. Allah nənələr canı sağ eləsin. Mənim bir dənə nənəm var. SSR-dən qalma bir dənə odur da evdə. Deməli, çağırmışam. Keçən dəfə getmişik uşaqlarla, dostlarımla gəzməyə. Axşam biraz gec gəldim evə, Z nəslinə uyğun. Nənəm oturub divanında, gözlərini qıyıb əlləri belə, mənə deyir, bala, bu neçənin gəlişidir evə, saatdan xəbərim var. Dedim, nənə, dostlarımla idim da, bəs əylənmişdi. Hansı dostlarınla idin, bala? Nənə, desəm göt tanıyassan. Ona görə axı Sonanın nəvəsi ilə qol-qola küncdə bucaqda gəzirdiniz. Dedim, belə baxdım, nənəmdir, drondu, hardan gördü, hardan bildi ki, mən o gün o saata kimi bilmirdim ki, oğlan Sona nənənin nəvəsidir. Ondan sonra... Valla, sonra dedim ki, yox, nənəmi Z nəslinə uyğun eləməliyəm. Nənəmə o qədər danışdım, bu ChatGPT-dir, Siri-dir, bunlardan. İndi məni qoyub telefonla danışır. Nətər, evdən getmişik, bir də görürəm Məlahət xalagül bizə gəlib. Mənə deyir ki, bala, nənəyə neynəmsən sən? Mən gəlirəm nənəyə yanına, nənəm day məndən qiyvətsat eləmir. Gizlin getdim, nənəmi görürəm, bir də görürəm ChatGPT ilə danışır. Salam əleyküm, bağışda sən bu vaxt narahat edirəm, nəvim evdə yoxdur. Mənə YouTube'dan bəs şeyi qoya bilərsən, Elmuranın mətbəxindən alça turşusun. Bildim ki, nənəmi məncə biraz Z nəslindən qoyan eləməliyik də, biraz ona uyğun deyil. Wi-Fi şifrəsi var onun. Evə qonaq gələndə mənim kuklalarımı, oyuncaqlarımı yox, Wi-Fi verir. Wi-Fi-nin şifrəsinin adı deyirəm sizə. Kimə gedim deyim, 1997. Belə baxırsınız, adi paroldur, prost içinə girəndə həyat var. Soruşuram ki, nənə, niyə belə parol qoymuşsan? Məqsədin nədir? Qayıtı dedi ki, bala, qoy kimə gedib deyirsənsə, bilsin ki, içimdə bir qəmim var da, gileylənmişəm nədənsə. Ondan sonra nənəmə dedim ki, biraz uzaqlaşdırmalıyam da. Düşdük gəzməyə. Nənəmi çıxartdım ki, hava alsın. Rus nənələrindən ötürü ölürəm. Nənəm biraz qısqanır elə deyəndə. Nənə, baxma. Börümüzdə gedir, yanında da iti ilə belə gəzir. Nənəmə deyirəm, nənə, elə gəzdə. Bir dənə də it ala, mən olmadım, itlə gəzdə, çıx. Mən qadib belə edirik. Mənim ondan nə fərqim var? O da itlə gəzir, mən də itlə gəzirəm. Ondan sonra heç də demədim. İt zad adı bir də evdə çəkilmir. O bir şey demirəm nənəmə. Nənəm məsələn televizor deməz. Mənim qocalıq yoldaşım deyər. Məsələn, mən bir filmim var idi keçən dəfə, çıxıb orada məni elə bil axırda atırlar yerə. Nənəm bilir, o nətər atır ora, bə demir belləzilər. Deyirəm ki, nənə, bəs o kinodur da. Nə olsun, o çəkən də köpoğludur, o da köpoğludur deyə bir-birlərini söylərlər. Yəni, qocalıq yoldaşı demək, əvvəlki kinolar deyir. Bizim kinolar bəyənmir, Z nəslinin kinolarını bəyənmir. Belə. Ondan sonra dedim ki, nənə, sən SSR-də qal, bizə qoyma heç nəyi, əsas bilək ki, bizim nənəmizsən. Getmə. Keçən dəfə deyib ki, sümük suyu pişirmişəm. Deyirəm, nənə, bilmirsən ki, Z nəsli ancaq makaron yer. Deyir, bala, mən, baba, 80 yaşına qədər sümük suyu ilə saxlamışam. Qayıtdım, dedim ki, elə bil babam 70 yaşında rəhmətə gedib, nənə. Mənə dedi ki, evi yox. O qalan bir ömründə bir elidir, 2 ildə onda sənə verib. İndi sən davam elətdirməlisən. Ona görə mən evdə makaron yeyə bilmirəm, bala. Belə, gəldim deyəm ki, nənəmlə biraz danışım. Z nəslinin nə olduğunu bilin, belə də gedim. Bir dənə də istəyirsiniz mahnı oxuyum. Oxu. Nənədən deyil.
Yox. Nənəm bunu bilmir. Sağızıdır mənim nənəm. Köməkçisiyim mən. Gözəlim qəlbimlə bağlıyam sənə. Əziyyət verərmi sevən sevənə? Gözəlim qəlbimlə bağlıyam sənə. Əziyyət verərmi sevən sevənə? Bir yerdə qəlbimi aman, ey qaşları keman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, saf eşqimə inan. Sağ olun. Sənəti necə sevdiyi hiss olunur hər halından. İncəsənət üçün sanki yaradılıb. Buyurun. Səhnə danışığı ilə çox yaxından məşğul ol ginən. Aha. Çox yaxından danışır. Çünki sənin dilivin altı çox uzundur. O, yəni imkan vermir sənə. Həm səsvə təsir eləyir, həm də sərbəst ağzının açılıb dilivin hərəkətinə də. Ona görə səhnə danışığına və bir də səhnə teoriyaları var. Sazım, sözüm, özüm, gözüm. Bunları hamısını notla do, re, mi, fa, sol. Bundan təkrarlanması. Yaxşıdır, maşallah sərbəstsən, maşallah tamaşaçı ilə ünsiyyətə girə bilirsən. Ondan sonra yəni əl hərəkətlərini eləyə bilirsən, qalibiyyəti bildirə bilirsən, bu işi aşırdın, bu işi düz elədin, bunu elədin, bunlar hamısı yaxşıdır. Hər halda indi Allah qoysa səni artıq yarı professionallığa hazırlayacaqlar institutu. Gün o gün olsun Allah qoysa inşallah, ömür vəfa eləsə teatrda görüşərik. Amin, çox sağ olun. İnşallah, inşallah. Aha. İlk növbədə gənclərə uğurlar arzulayıram. Həmişə üzünüz gülsün. Amin. Səsiniz yaxşı mənada bərk gəlsin. Maşallah. Maşallah, doğrudan da səhnəyə yaraşırsan. Çox sağ olun. Səsini idarə eləyə bilirsən. Çox sağ olun. Sabunçunun adını burada layiqincə daşıdınız. Afa xanım düzdür, bir balaca artikulyasiyada problem var. O da ki, inşallah instituta qəbul olarsınız. Orada sizə hər şey öyrədərlər. Uğurlar. Maraqlı idi. Aha. Rafael müəllim. Güllələnsin. Güllələnsin. Yox, təbrik edirəm, uğur olsun. Xoşuma gəldi, obrazdan obraza keçməyi də xoşuma gəldi. Nənəni də gördük, nəvəni də gördük, hətta iti də gördük orada. Təbrik edirəm. Çox sağ olun. Yəni, sizi də, sabunçunu da günləri layiqincə təmsil edədik. Şahanə xanım. Mən də təbrik edirəm. Maşallah çox enerjili, pozitiv, yəni siması var. İşində uğurlar. Yola salaq. Amma sərbəstləşmə. Bəli. İşləmək. Yaxşı yox. Sağ olun. Sağ olun.